Əziz həmvətənlər, hörmətli qərdəlilər. Gün min illər boyu yol gelen, xalqımızın taleyindən keçən Novruz bayramı növbəti dəfə yurdumuza qonaq gəlib, yurdumuza təşrif buyurubdur. Bu bayram əsrlərin yaddaşında, illərin tarixində Azərbaycan xalqının bir ənənəsi kimi, bir gələneği kimi qalmaqda davam edir. İndi axırıncı çərşənbədir. Amma ənənəvi olaraq bu çərşənbə qədər artıq biz 3 çərşənbə yola salmışıq. El arasında birinci çərşənbəyə Oz çərşənbəsi deyirlər. Ayrı-ayrı yerlərdə bəzən buna kiçik çərşənbə, yalancı çərşənbə də deyirlər. İkinci çərşənbə, yəni ikinci həftə, bahara gələn ikinci həftə Su çərşənbəsi adlanır. Çox vaxtı xalq arasında buna xəbərsiz çərşənbə, müjdəçi çərşənbə də deyirlər. Bu artıq yavaş-yavaş suların ərinməsindən xəbər verir. Növbəti üçüncü çərşənbə isə Yel çərşənbəsidir. Xalq arasında buna Gül çərşənbə də deyirlər. Əlləri, telləri, gözəllərin baş tacı olan güllərin, çiçəklərin, Nərgizin, Bənövşənin, Lalənin, çoban yastığının, Novruz çiçəyinin, minlərlə gülün, çiçəyin artıq baş qaldırdığı, təbiətə boy verdiyi bir çərşənbədir. Nahiyyət etibarilə indi biz içində olduğumuz çərşənbə son çərşənbədir. Bu çərşənbə böyük çərşənbə də deyirlər, torpaq çərşənbəsi də deyirlər. Artıq təbiət oyanıbdır. Siz yəqin ki ağaçlarda da görürsünüz, ətrafda da görürsünüz. Hər yanda təbiət oyanıbdır. İnsanların ruhu oyanıbdır. Bədəndə qan oynayır. Bütün bunların hamısı baharın gəlişindən xəbər verir. Bu bayrama adından görsəndiyi kimi yeni gün, yeni fəslin başlanğıcı mənasını verir. Amma eyni zamanda bu bayram eyni zamanda təbiət bayramıdır. Bol bərəkətlik bayramıdır, əkin-biçin bayramıdır, sütçünün tarlaya çıxdığı, əkincinin tarlaya çıxdığı bir dövrdür. Xalqımızın tarixində əkinçilik mədəniyyəti başlanandan bəri göy tanrıya, o da sitayiş eləyəndən bəri bu bayram bizim xalqımızın ənənəsində yaşamaqdadır. Və nə yaxşı ki, Ulu Öndərin diliyle, ibarəsiyle, deyilişiyle desək, əsrlərin sınağından çıxmış Novruz bayramı nahiyyət etibarilə keçmişlə bugünü birləşdirən xalqımızın ən böyük müqəddəs bayramlarından biri kimi bugün yaşamaktadır. Və nə yaxşı ki bu bayram artıq dövlət səviyyəsində qeyd olunur. Ümumiyyətlə bu bayramda evlər təmizlənir, evlərə əl gəzdirilir, həyat baca təmizlənir. Dağlar öz simasını dəyişir, küçələr, şəhərlər, hər bir yer öz artıq yeni fəslinə qədəm qoyur. Bu əlbəttə təkcə təbiətdə deyil, eyni zamanda cəmiyyətdə də çox böyük əhəmiyyəti olan bizim bayramlardan biridir. Bu bayram bolluk bayramıdır, bərəkət bayramıdır, amma eyni zamanda həmrəylik bayramıdır, sülh bayramıdır. Bilirsiniz ki bu bayram ərəfəsində Qara çərşənbə deyilən bir çərşənbə var. Hamı ölülərin ziyarət edir, keçmişin, uluların ziyarət edir və bu həm də müqəddəsli bir bayramıdır. Əziz həmvətənlər, bugün Respublikamızın hər yanında, bütün Türk arealında, dünyada hansı ocaqda, hansı yerdə, hansı məmləkətin bir küncündə bir Türk varsa, orada hökmən bu bayram qeyd olunmaqdadır. Bu bayram İslamiyyətlə heç bir əlaqəsi yoxdur. Tarixən daha qədimlərə, min illərə gedib çıxır. Və min illər boyu Azərbaycan insanı öz məişətində bunu yaşadıqdır. Hansısa bugün ailəyə geçsən, bu ailədə artıq belə deyək, süfrə açılıbdır, hazırlıq işləri gedibdir. Qızlarımız, gəlinlərimiz o gecə falına çıxacaqlar və deməli su üstə, səhər-səhər o başdan təmiz su üstündə gedəcəklər. Eyni zamanda insanlarımız bir-birindən hal-əhval tutacaqlar. Yüzlərlə, minlərlə Azərbaycanın etnogenezində, belə deyək, yaddaşında, gen yaddaşında olan ən yaxşı cəhətləri bu bayram özündə etibar edibdir. Xüsusilə
son illərdə biz bu bayramı, son 5 ildə bu bayramı daha təmtəraqlı keçiririk. Daha könül xoşluğuyla, daha ürək açıqlığıyla keçiririk. Çünkü 30 il torpaqlarımızın xeyli hissəsi yağı düşmənində. Torpağımızın cennet mekanları, torpağımızın en güzel meskenleri yağı tapdağındaydı. Nahiyyət etibariyle Cənab Prezidentin, Müzəffər Ali Başkomandanımızın rəhbərliyi ilə Müzəffər ordumuzun, şəhidlərimizin qanı hesabına, qazilərimizin qanı hesabına bu torpaqlar nahiyyət etibariyle azad olundu. İndi bu tonqal Şuşada qalanır, Xankəndində qalanır, Ağdərədə, Füzulidə, Cəbrayılda, Laçında və s. Kəlbəcərdə bütün işğal altında olan torpaqlarımızda, ərazilərimizdə, kəndlərimizdə qalanır. Bu əlbəttə Azərbaycan ruhunun oyanması, Türk ruhunun oyanması və 21-ci əsrdə öz torpağının sahibi olması, öz ərazi bütövlüyünü təmin etməsi və bir qəhrəmanlıq nümunəsi deməkdir. Bu bayram həm də hər bir güşədə, hər bir rayonda, hər bir belə deyək, evdə qeyd olunur. Akşam yəqin ki tonqallar qalanacaqdır. Kimsə ağırlığım, uğurluğum o üstə qalsın deyib tonqaldan keçəcəklər. Bu əlbəttə təsadüfi deyilən sözlər deyil. Azərbaycan insanı dövr-i qədimdən göyə, günəşə sitayiş edib. Çünki həyatın 4 ünsüründən, həyat ünsüründən biri də təbii ki oddur, günəşdir. Və bizim babalarımız göy Türkə vaxtilə tanınıblar, göylərə tanınıblar, nicatı göylərdə axtarıblar, müqəddəsliyə inanıblar, bu torpağın müqəddəsliyinə inanıblar və təbii ki, bütün bu ənənələr bizim xalqımızı bu günlərə gətirib çıxaracaqdır. Göyənə postsovet məkanında Azərbaycan o xalqlardandır, o millətlərdəndir ki, nə dilin tərgitdir, nə yazısının tərgitdir, nə ünsiyyətin tərgitdir, nə ənənələrin, xüsusilə bayramların tərgitdir. Və bugün bizim xalqımız Cənab Prezidentin rəhbərliyi ilə hür bir dövrünü yaşayır, əmin-aman bir dövrünü yaşayır. Və Cənab Prezidentin qeyd elədiyi kimi bu bayram keçmiş deməli babalarımızın bu günə qədər müqəddəs yadigarı, ərmağanıdır. Və biz bu yadigarı nə yaxşı ki qoruyuruq, saxlayırıq. Yeni cilalar, yeni burada deməli renklər vurulur. Çünki artıq müasir dövrdə yaşayırıq. Bu ənənəni inkişaf elətdirmək üçün hər birimizin çox böyük ötəliyi var. Bayaqları biz sərgilərə baxdıq, uşaqlarımızın əl işlərinə baxdıq, məktəblərimizin əl işlərinə baxdıq. O qədər gözəl rəsmlər çəkiblər, o qədər gözəl səmənlər düzəldiblər, o qədər gözəl şirniyyat boxçası düzəldiblər ki, bu əlbəttə bizim ənənənin hər bir süfrədə, hər bir boxçada, hər bir səlməni dənində yaşaması deməkdir. Əziz həmvətənlər, bugün Bərdə rayonu olaraq bizim də bu bayramı təntənələ qeyd etməyə tamamilə mənəvi haqqımız var. Bərdə qədim torpaqdır, imam torpağıdır və 1000 illərə dayanan, 4000 illərə dayanan yaşı var. Azərbaycanın qədim paytaxtlarından 5 il Azərbaycanın paytaxtı olubdur. Və burada ənənələr də yaşayıbdır. Həm torpaq izlərində, həm tarixi abidələrdə, həm insanların gen yaddaşında, qan yaddaşında bu ənənə uzun illər yaşayıbdır. Və bugün də Cənab Prezidentin rəhbərliyi ilə bayaq burada aparıcının dediyi kimi Bərdə tikilir, qurulur, öz simasını küçə-küçə, səki-səki, park-park, ümumiyyətlə hər sahədə dəyişir. Bugün Bərdə əvvəlki kimi yenə də tikinti meydançasıdır. Bərdə Cənab Prezidentin rəhbərliyi ilə bugün logistik bir mərkəzə çevrilibdir. Bugün regionda sözünü deyən iqtisadi cəhətdən, siyasi cəhətdən, ideoloji cəhətdən Cənab Prezidentin siyasi iradəsini ifadə edən rayonlardan biridir, inkişaf edən rayonlardan biridir. Və nə yaxşı ki, bugün də insanlarımız sülh şəraitində bu deməli təntənə ilə bu günləri qeyd edirlər. Həm də əziz vətənlər, bu il Novruz bayramı, Ramazan bayramı ilə təxminən eyni vaxta düşüb. Qarşıdan bizim müqəddəs dini bayramlarımızdan biri olan Ramazan bayramı gəlir. Sizi həm Novruz bayramı münasibətlə, həm qarşıdan gələn Ramazan bayramı münasibətilə öz adımdan, icra hərəkətinin kollektivi adından, rayon ziyalıları adından, rayonun hüquq mühafizə orqanları adından bir daha təbrik edirəm. Hər birinizə can sağlığı arzulayıram, uzun ömür arzulayırıq. Arzu edirəm ki, bolluk, bərəkətlik bayramı olan Novruz
bu dəfə, növbəti dəfə ailələrinizə əminamanlıq gətirsin, mehribanlıq gətirsin, istilik gətirsin, ruzu bərəkət gətirsin və hər bir ailədə biz sevinç, belə deyək, sədaları eşidək, hər bir ailədə könül xoşluğu ilə insanlarımız öz həyatlarını yaşasınlar. Hər birinizi bu bayram münasibətilə bir daha təbrik edirik. Hər birinizə can sağlığı, uzun ömür, ruzu bərəkət, saadət arzulayır. Təşəkkür edirik.